Qaytara bilərsən keçən ömrümü, al-əlvan edərsən mənim gönlümü. Sanki ayrı dünyanın içindəyik biz, pərişan qalıbdı bizim sevgimiz. Mən elə körəyəm, elə dolmuşam, bulut da yanımdan utanar keçər. Mənə gülüm demə, artıq solmuşam, qurumuş gülləri de görüm kim seçər. Mən elə körəyəm, elə dolmuşam, bulut da yanımdan utanar keçər. Mənə gülüm demə, artıq solmuşam, qurumuş gülləri de görüm kim seçər. Salam hörmətli tamaşaçılar. Sözün sehri verilişinin bugünkü sayının maraqlı bir qonağı var. Söz adamıdır. Həm şairdir, həm nasirdir. Nasir deyəndə xırda hekayələr yazmır, romanı var. Yəni roman yazmağa özündə cəsarət hiss eləyir. Əslən Qəbələdəndir. Son vaxtlar Türkiyədə yaşayır. Bir ara Amerikada da olub. Yəni əlaqələri genişdir. Qalanını isə müəllifin özündən soruşarıq. Leyla Mustafazadədir bizim qonağın adı. Yazıçılar Birliyinin üzvü olsanız da, kitablarınız çap olunsa da, gözəl şairimiz, araşdırıcımız, tərcüməsimiz Qəşəm Səzadə şeir kitabına ön sözü yazsa da, demək olar ki, efirlərdə az göründüyümüz üçün, az çap olunduğumuz üçün Azərbaycanda o qədər populyar deyilsiniz. Öncə belə başlayardım. Siz kimsiniz Leyla Mustafayeva? Özünüzü tamaşaçıya, oxucuya necə təqdim edərdiniz? Buyurun. Mən fəxrlə deyirəm ki, mən Azərbaycanlıyım, Azərbaycanın bir nümayəndəsiyəm. Şair, yazıcı olmaq fikir deyil, ya da məqsəd deyil. İnsan duyğuları ilə, qəlbinin dərinliklərində olan hisslərlə onları misralara tökür və bu misraların səsi ilə biz yaradırıq. Yəni mən bunu bu cür bilirəm. Roman yazmağımdakı ilk dəfə yazdığım roman olub. Şeirləri çox körpə yaşlarında yazmışam. Orta məktəbi oxuyan zaman yazmışam. Və biz 10-cu sinifdə olanda şeirlə bir inşa gəldi, sərbəst mövzu. Biz imtahan verirdik, buraxılış imtahanı verirdik. Həmişə yaxşı oxuduğuma baxmayaraq ədəbiyyat Azərbaycan dilini 4 alırdı. Müəllimim həmişə mənim o 5-imi qısqanırdı, 4 yazırdı. Və rayon yeri idi, ora bir komissiya gəldi. Onda Maarif deyirlər, rayon Maarif. Maarif şöbəsi. Bəli, orada nümayəndələr gəldi və Azərbaycanda ilk dəfə şeirlə inşa, sərbəst mövzunu inşa oturub, hamı, bütün şagirdlər oturub biz ona qulaq asırdıq. Qulaq astıq və bəli, biz kommunistik, fəxr edirik bu adla, insanlar ağ gün görür, qurduğumuz həyatla. Ədəbiyyat müəllimin başını tutdu ki, bəs bu necə olacaq, bunu kim yazıcı? Mən yazdım.
Aha. 7 səhifə yazdım və dedi ki, gedin ona kömək edin. SVKT-nin 5-ci, 6-cı qurultayları olan vaxtlar idi. Dedi ondan yazsın və mən onu yazmışdım. Arxa səhifədə oxudum, müəllim mənə belə bir tər baxdı ki, bunu sən necə yazmısan? 10-cu sinif şagirdi, mən ali təhsil müəllim. Siz 10-cu yazmısınız və mən 5də 5 aldım o imtahandan. Yazmaq həvəsim həmişə oldu. Yazmışam. Şeir kitabının adı Oxunmamış məktublardır. Çünki mən bəlkə 700-800 şeirim var. Nə qədər şeirim var, neçə romanım var, üzə çıxmayan romanlarım var. Birini çıxartdım, o da ki, ikinci vals romanı. Bu sırf müharibəyə aiddir və ondan da əvvəl, 5 il əvvəl başladığım romanları bitirmirdim. Bunu bitirdim. Bəlkə də müharibədəndir deyənə. O bizdə psixoloji bir təsir var ki, müharibə tez bitsin və mən romanımı o cür bitirdim. Oxunmamış məktublar kitabının ön sözdə yazıcı Qəşəm İsabəyli yazır. Qocaman şairəmiz, dilim gəlməsə də, cavanlığını gördüyüm şərafət Dağıstanlıya artıq qocaman deməyə məcburam. Bu ilə yaxın zəhənləşirik. Təzə kitabının çıxdığını eşidib istədim. Bir gündə zəng elədi ki, bir şairə var, Leyla xanım adında. Vermişəm ona, zəngləşib görüşərsiniz. Bir gün görüşüb Şərafət Dağıstanlının kitabını ondan götürdüm. Gördüm bir-iki nazik dəftər də var əlində. Şeirlərimdir dedi. Birini oxuya bilərsiniz. Oxudu, laqeydliklə dinlədim. Bu dəfə də təqdir edici bir söz deyə bilmədim. Sadəcə şeirlərinizi elektron ünvanıma yollayın, zəhmət olmasa. Qürbət məndən nəyi aldı, nəyi verdi? Dözüm verdi, səbir verdi. Taleyimə hicran yazdı, ürəyimə nisgil saldı. Deyib gülüb yaşasam da ki, gözüm yolda qaldı. Tək səslərə möhtac oldum. Nə var, nə yox, yaxşı sanma. Bu kəlmələr gecə-gündüz səslənsə də, əllərimlə toxunmadım doğmalara. Ya hıçqırdım, ağlamsındım, əzab verdim loxmalara. Hər birisi düyün kimi boğazımda bərkidi. Məsafələr düşmən kimi aramıza çəkdi sətdi. Anam mənə hey uzaqdan baxıb köks ötürür. Hərdən üzün gizlədir, kimsə dəsmal gətirir. Xəbərsizdir qızı burada, həsrətindən tir-tir əsir. Qürbət gözə xoş gəlir, bilən bilir istirabı. Bir ox kimi ürək dəlir. Xəyalların gerçək olur, ev eşiyə sevinç dolur. Bir yer var ki, yeri dolmur. Ruhun səni rahat qoymur. Hey əskikdir bir tərəfə, güləndə də incidir. Bu dünyada doğma vətən, dürdür, ləldir, incidir. Əsl Cəbəlqəndir. 10-cu sinifdən sonra Bakıda oxudum və Ali məktəbdə yəqin də. Oxudum, təhsilimi davam elədim və bir müddət Qəbələdə orta məktəbdə dərs edim. Sonra ailəlikcə köçdük Bakıya və mən pedaqoji texnikumda 18 il müəllimə işlədim. Bakı məktəbə qədər pedaqoji texnikumu gedirdi. Sonra kollec oldu, sonra da Mədəni Maarif məktəbi ilə birləşdi, kollecdən birləşdi. Humanitar. O müddətdə müdafiə edirdim. Fəlsəfə elmləri doktorantı idim. Xeyli məqalələrim çıxdı, xaricdə də çıxdı. Və mənim elmi rəhbərim Vaqif Qurbanovla dilçilik elminin inkişafı, belə bir kitab da buraxdım. Bir neçə elmi əsərlər jurnalında, Yahya Kərmanın işlədiyi jurnallarda da mənim nə qədər məqalələrim çıxdı. Metodika jurnalı idi. Bəli, amma mən özümü belə romanlar, sözdə tapdım. Tapdım. O elmi işimin az qalmışdı müdafiəsini və mən Allah hamıya can sağlığı versin. Çox ağır bir xəstəlik keçirdim və onunla əlaqəli biz İstanbula ailəlikcə köçəsi olduq. Onunla mübarizə apardım. Şeirə hardan gəlmisiniz? Kim gətirib? Nə gətirib sizi şeirə? Mən Azərbaycanda olduğum müddətdə bir təsadüf nəticəsində Şərafət Dağıstanlı ilə görüşdüm. O mənim şeirlərimə qulaq asıb, Mikail Mürşid haqqında şeir yazmışdım. Bir çox şey, şəhid, ana haqqında şeirlər. Dedi, ay qızım, sən neynirsən? Sən hər şeirin başqa bir məna kəsb edir. Dedim, valla, mən heç kimi tanımıram. Heç o şeydə də deyirəm ki, gedim, alım şeirimi aparım kiməsə. Elə şeydən utanıram. Mənə Qəşəm İsabəyli tövsiyə elədi. Və mən bir gün həm də öz kitabını verdi ki, bunu Qəşəm İsabəyli ilə görüşün. Özü danışdı, Qəşəm bəylə danışdı.
Və kitabını da mənə verdi ki, ona təqdim edərsiniz. Biz Qəşəm İsabəlli ilə o həmin söhbətdən sonra bir 3-4 gün sonra görüşdük. Ciddi qaşqabaqlı bir insan gəlir. Mənim də əlimdə dəftərlər, bir hardasa bir 48 vərəqli dəftər. Çox rahat idim ki, gördüm çox ciddi bir insan gəlir və mən başladım. Elə bildim imtahana gedirəm. Çox belə qəribə hisslər keçirdim. Oturdu, görüşdü, oturdu, üzünü çevirdi, mənə baxmır. Dedi ki, danış, oxu görüm şeirlərini. Oxudum, elə oxudum ki o şeiri. Özüm utandım ki bu şeiri mən yazmışam. Yəni intonasiyasız, ruhsuz. Mən onu elə oxudum tez tələsik. Heç belə gördüm ki onu qane eləmədi. Hə, dedi, ver mənə, Ruşun, yazarsan ki, e-mailimi atarsan bu şeirləri. Leyla xanımdan gələn şeirlərini oxumağa başladım. İlk qarşılaşdığım anamın ətri idi. Bir dəfə oxuyandan sonra duruxdum. Sanki ilk görüşümüzdə dinlədiyim şeirlərdən deyildi bu. Şəhid haqqında yazılmış bu əsər gördüm ki, ənənəvi şeirlərdən fərqlənir. Baxdım ki, bu şeirdən çox şəhid övladının dili ilə ifadə olunan ana fəryadıdır. Nə hecası gözümüzə girir, nə qafiyəsi qulağımızı yağır eləyir, nə də qara qışqırığı əsəblərimizi qızıqlandırır. Bu şəhid heç şeirlərimizdə geninə boynuna işlədilən qəhrəman da deyil, adi evladdır. Deyirlər ki, cənnətdəyik. Bax, bu qədər gül içində ətrin elə seçilir ki, əziz anam, rahat yaşa. Balan artıq şəhiddir, zəfər çalan unudulmaz yiğitdir. Ayrıldıq, gəldim evə. İstanbulda yedim. Onda oturdum e-maildən, onun e-mailini atdım. Həyəcanla tez keçirəm, baxıram, e-maillərlə cavab yoxdur. Səhərsi gün cavab gəldi ki, sizin bəzi şeirlərinizi ədəbiyyat qəzetində dərc etdirəcəm. Mənim o gün uçmağa qanadım yox idi. Elə bildim ki, mən o günü 10 dənə kitab nəşr elədim. Bütün xalqım məni tanıdı. Çox sevindim, yəni ona. Qəşəm İsabəllidən başqa uğurumuza çıxan. Uğuruma çıxan heç vaxt itirə bilmərəm. Yazışa birinin üzvü olmaq, Qəşəm İsabəlli ilə danışdım ki, mən artıq qocaman sayılıram. Get-gedə artıq mən o qocamanam. Nə qədər şeylər var, mən burada çox gecikmişəm. Dedi, Səlim Babullu oğluna kitablarımı təqdim elə, mütləq. Kitablarımla tanış oldu. Çox da gözəl qarşıladı, çox da gözəl, savadlı bir Ziyalıdır, qələm adamıdır, düzdür. Həddindən artıq. Və mənim kitablarımdan sonra qərar verdim, mən Azərbaycan yazışa birinin üzvü oldum. O gün də qanatlarım yox idi ki, mən uçam. Çox sevindim. Yəni, bir vətəndaş olaraq, bir yazıcı olaraq. Leyla xanım, o sevinç o an üçün uçur adamın üstünə. Adamı uçurdur. Sonra isə bunun arxasıca məsuliyyət gəlir. Sözün məsuliyyəti, sözün ağırlığını, sözün çəkisini çiyinlərində, qələmində hiss eləmək. Demək, mənim əlimdə sizin bir şeir kitabınız var. Dediyiniz kimi oxunmamış məktublar və bir də ikinci vals romanınız var. Maraqlıdır. İlkin olaraq tamaşaçıya da maraqlı gəlir yəqin. Birbaşa romana keçmək, o vaxta qədər hekayələr, ya povestlər, ya başqa formada, janrlarda qələmini sınamamışsınız var. Mənim Nankör Qurbağa balası. Satirik hekayəm var. Onu da yazmışam, onu nəşr eləməmişəm. Xırda hekayələrim də var. Onları da nəşr eləməmişəm. Üstünlüyü bu romana verdim ki, bu roman. O qədər mən bu romanı ilk gündən yazandan Yevgeni Dolqanın vals əsəri var. Çox böyük şöhrət qazanmış bir vals əsəridir. Onun sədaları altında yazmışam. Və bu romanı yazanda mən gah gülmüşəm, gah ağlamışam. Hər bir obrazı mən içimə alıb yaşamışam. Çünki bunu bütün yazarlar bilir. Yazıcı bütün qəhrəmanların cildinə girir. Onlarla eyni hissi keçirir. Mən yenə istəyirəm romana keçməmiş şeirlərlə başlayaq. Onları geniş şəkildə təhlil edəcəyik. Çəkilər hər əməyin itər gücü, qüvvəsi, qalmaz artıq heç nəyə. Bir arzusu, həvəsi, divarlar da lav var.
Gül qabında qurumuş, solmuş çiçəklər qalar. Hər gün ocaq üstündə səs salan çaydan səsi indi yaman kövrəldir ailədə hər kəsi. Allah necə gözəldir ananın gül nəfəsi. Keyfin olmasa belə səbrlə səni dinlər. Bircə yerin ağrısa yerinə anan inlər. Acı sözdən küssə də yenə gülər üzünə. Yan gəzdirməz baxışın, dik baxar o gözünə. Bir anda yumaq kimi qıvrılarsan dizinə. Analar xəstələnsə, ocaqda yemək olmaz. Sağda solda olana hər dərdi demək olmaz. Qurban olum Allaha, xəstə olmasın ana. Yalvarıram bir daha, bir tövhədir cahana. Ana demişkən, təbii siz də anasınız. Övladlarınızla tanış eləyərdiniz tamaşaçılarınızı. 2 evladım var. 2 qızım, 1 evladım var. Hamısı ali Bir təhsil- oğlum, 2 qızın, 1 oğlum. Hə. Hamısı ali təhsillidir və sənətkar. Nə gözəl. Rəsm, öz xüsusi səhifələri var, geyimlər. Türkiyədə bir neçə seriallara geyimlər veriblər və hal-hazırda Eskiz veriblər. Bəli, dizayn veriblər və Kim, oğlum, qızım? qızlar. Qızların oğlum da zərgərlik üzrə mütəxəssisdir və idman üzrə mütəxəssisdir. Nə gözəl, nə maşallah. Yeri gəlmişkən çox vacib məsələdir Leyla xanım. Təbiidir ki, təsadüfdən heç nədən heç nə olmur. Əgər sağlam tərbiyə, düzgün yönətmə olmasa, o uşaqlar o cür ola bilməz qətiyyən. Ən yuxarı bal dediyimiz toplayıb Amerikada yaşayan qızım. Bu savaddır, elmdir, 7 dil bilir. poliglotdur, 7 Burada dil. Biz Azərbaycanda da çox. ömrü boyu bir dil öyrənənmirik. Yəni öz dilimizdən də ki, türklərin dilindən başqa. Əlbəttə dil də, elm də, sənət də ağırdır və vacibdir. Bunlarsız mümkün deyil. Elə yeri gəlmişkən yaşınız da ona uyğar gəlir, başınız da, danışığınız da və yetirdiyiniz övladlar da. İndi cavan analar çoxdur təbii. Uşaqların da tərbiyəsi günün əsas vacib mövzusudur, çox vacib mövzudur. İndi bu şablon sual olmasın analara, yeni ailə quranlara, övlad sahibi olan analara. Əlbəttə, əsas tərbiyə ilə ana məşğul olur. Ata səhər çıxır, axşam gəlir. Çörək dalından, iş dalından, ruzu dalından, bəzən də günlərlə ezamiyyətdə olur. Heç evdə olmur 3 gün, 5 gün, bəzən bir həftə elə mən öz işimdən götürürəm. Demək, əsas övladı yetişdirən, tərbiyə eləyən, intizam yaradan, ümumiyyətlə evin dizayneri anadır. Razılaşırsınızmı? Nə əlavə edə bilərdiniz? Bu böyük məsuliyyətdən mən deyərdim ki, indiki analar gözəl istifadə edirlər. Uşaqlara texnologiyanı aşılamaqla, onsuz da uşaq öz müəyyən müddət var oxumağa, öyrənməyə həvəs göstərəcək və körpə yaşdan bu yeməyi yeyə aldığına o çox böyük səhvdir. Mən həmişə o indiki analara baxıram ki, yaşı azdır. Deyəndə də xətirlərinə dəyir. Axı bizim təcrübəmiz var. Oyunları bilmir. Uşaqlar robot kimi böyüyür. Heç düzgün böyütmürlər. Uşaq ona görə də ən çox da baxdıqları oyunlardır, qəribə. Və bu oyunların İqralar deyirlər, əsas meyarı nədir? Körpə qız uşaqların oyunları odur ki, bir qızdır, girir otağa, ona çox bahalı paltarlar gəlir, oyuncaqlar gəlir və uşaq oradan ayrıla bilmir. Sonra atasına qəzəblə baxır ki, sən onu... Məndə niyə yoxdur? Məndə niyə? Buna diqqət eləsinlər. Mənim qızım 3 yaşı var idi, böyük qızımın, adı Ləmandır. Və 3 yaşından o kitablarda otururdu, o heç bir hərfi tanımır. Amma otururdu... Maraq da, maraq var əlbəttə. Deməli, şəklə baxırdı, görürdü ki, burada bir dənə təyyarə var və uşaq. Başlayırdı danışmağı bilirdi. Başlayırdı ki, uşaq gedir, təyyarə gəlir, özü yoldur da fantaziyasından. Gücləndirirdi. İndiki uşaqlara kitab vermirlər. Yönəltmirlər. Adicə bir dənə bir rəhləsin, başa sal, vaxt sərf eləmirlər.
Əgər uşaq o telefona rahatdırsa, amma Öz rahatlığı üçün, öz rahatlığı üçün telefona toxunmur, qoy qalsın orada, başımı ağrıtmasın, ya mənə narahatçılıq verməsin və sabah da uşaq iş tapa bilməyəndə, bir sənətin, bir elmin sahibi olmayanda artıq faciə başlayır. Leyla xanımın başqa bir şeiri isə görəsən sağam adlanır. Bu şeir ül cırmaqdan, yaxa yırtmaqdan kənar, deli böyük itkinin qabağında lal olmuş şəhid anasının ahıdır, deyərdi. O ana ki, itirdiyi balası üçün darıxır. Oğul düşmən çəpəridir, deyib keçirdi hər kəs. Çəpər deyil, düşmən aldı balamı. Kim sağaldar qanı axan yaramı? Yenə hər şey yerində otağın, dağıtdığın yatağın. Toplamadım heç nəyi, ətrin, saçım oradadır. Gündə 1000 kəs əyilirəm, qalxıram, balam sənsiz yaman darıxıram. 1000 kəs tanış gəldimi sizə? Kəsi, bəlkə də kəzi mən Füzulidə görmüşdüm. Leyla xanımın şeirlərində də elə təbii səslənir ki, getdi qatar. Asta-asta aram-aram, saldı harar. Səs köyündən qulaq batar, getdi qatar. Xəyalların, ümidlərin ünvanına nə vaxt çatar? Arxasınca xeyli baxdım. Kiçik-kiçik pəncərələr, biraz solmuş pərdələr, içində var toz qoxusu. Dünya boydu xəyallarla, bir də ölmək qorxusu. Bürüyübdü hər bir kəsi, bax balaca kupeləri isidir insan nəfəsi. Əl salladım mənə baxan gözlərə, tanımıram heç birini elə baxdım. Baxışımla yola saldım onları, heyrətlə baxdılar mənə sarı getdi qatar. Sanki əlimin aldı əlimdən bütün gözəl çağımı. Unutdum yeriməyi, unutdum sol sağımı, getdi qatar. İnanmıram dönəcək, bilirdim ki ömrümün gənclik çağı sönəcək. Daşıyır arzuları, daşıyır xəyalları, kaş olaydı insafı, tapaydı itən yarı, getdi qatar. Ona baxan iki göz ömürlük qəmə batar, getdi qatar. Ətraf mühitimiz elədir ki, biz hər cür, hər hadisəni görürük. Ya qohumuzda, ya evladımızda, ya doğmamızda, bəlkə də oğlumda, bəlkə də qızımda elə bir həyat yaşayırlar ki, mən onları kənardan analiz edirəm. Aha. Ya oğlumun adından, onun dilindən yazıram. Mənim bir şeirim var. Mənə dedilər ki, sən necə, axı qadınsan, mənim orada bir şeirim var. Buyur, buyur, harda var, baxa bilərsən. Kim deyir ki, kişilər heç bir zaman ağlamaz. Ağlamaz. Mən onu canlı yaşadım. Gördüm ki, kişilər necə ağlayarmış. Kişilər Valla ağlamasa bu dünyada kövrək insan. kişi qalmaz. Kövrək qəlbi kişi qalmaz. Hə. Çox ağlamayan insan təhlükəli. Fərqi yoxdur bunun kişiliyi. Kişi olsun, qadın olsun. Əlbəttə. Yəni hissi, emosiyası olan adam təbii ağlamalıdır. Nə kişi, nə qadın, hətta heyvanlar ağlayır. Ceyranlar yaş tökür gözündən. Ən Hər qəddar bir canlının, təbii. əgər Allah bizə bunu veribsə, damlalar bizi dəryalar qədər. Yəni o arxa planda da ağlamaq. Əgər çıxırsa, deməli bu bütün bədənindən, bütün damarından süzülüb çölə ifraz olunan bir sudur. Bunun, yəni bu mərhəmət yaşıdır. Məncə mərhəmətin bir damlasıdır. Oxuyucular, həmişə oxucular bizdən nəyi istəyir? Şairin, yazıçının iç dünyasını eşitmək, görmək yox, eşitmək. Biz sözlərlə. Əlaqə sözlə yaranır və sonra onu görür təbii. Onu eşidir, onlar çox gözəl analiz edir. Bizi onlar çox, əlbəttə burada söhbət oxuculardan gedir. Düzdür, son vaxtlar azalıb oxucular, həddindən artıq. Yox, var. Mən Amma var, şükür ki var. münasibətdə, kontaktda gördüm ki, siz demişkən, sayı elə çox olmasa da, baxdım, elə şeyləri bilirlər. Birbaşa deyək, mənim öz bir-iki dənə xırda-xuruş şeylərimlə bağlı gördüm, elə şeyləri deyirlər ki, heç o şey, o mənim yadımdan çıxmış bir şeydir. Sənin belə bir şeirin var idi. Belə deyirdin ki, adamı Allah öldürmür, adamı adam öldürmür. Mənim üçün axırda qalmış çoxdankı bir şeirdir.
Demək bunu maraqlanır bu artıq demək. Sonra belə bir sual yarandı sənin şeirlərinlə bağlı. Günah sahibi olmaqdan qorxmursunuz ki? Günah sahibi, günaha batmaq var da. Çox qorxuram. Mənim üçün həyatda ən birinci meyar odur ki, ən birinci öndə gedən amil odur ki, kimisə haqqını yeyir. Mən ondan çox qorxuram. Günahına batmaq. Əlbəttə. Haqqını yemək deyil, eyni zamanda mənəvi cəhətdən incitmək. Əlbəttə. Bax, o da mənəvi, o da çox böyük. Bu əşya deyil. Mən bunu satıramsa ya da və yaxud da bunu verirəmsə sən götürdün, mənə onun maddiyyat cəhətdən o söhbət getmir, onun söhbət getmir. Elə bir duyğularımız, hisslərimiz var ki, onun qarşılığını görməyəndə mən deyirəm haqqımı yedirlər. Mən o qarşı tərəfin də əgər o tərifə layiqdirsə mən onu vaxtında ona çatdırıram. Heç kəs dünyasını dəyişəndən sonra yanıb tökülürlər ki, onun zamanı. Xeyri yoxdur artıq. O qatar keçdi. Sağ olun, baxın. Şairənin başqa bir şeiri məşhur mahnının adının əksinə məni səndən soruşsalar nə deyərsən adlanır. Burada da müəllifin özünə məxsusluğunu görməyə bilmirik. Şeir sevdiyi oğlan tərəfindən atılmış qızın sakit, təmkinli naləsidir. Hər günahı öz üstünə götürən bu qız oğlanın nifrətlə xatırlamaq əvəzinə az qala üzzəyir. Üzzəmək sözünü yada salmağım səbəbsiz deyil. Yadımdadır, inəyimizin balası ölmüşdü. Yazıq heyvan dərd əlindən fəryad eləyə bilməsə də, ruhundan qopub gələn ağrı onun dodaqları arasında ney sədası kimi süzülürdü, üzzəyirdi. Leyla xanımın bu şeirinin qəhrəmanı qız da ağır ayrılığın qəmini üzzəyir desəm daha doğru olar. Qoy nifrətin ağuşunda itib batım, at üstümə günahları yorğan kimi üzərimə atım, yatım. Şeirlərini qəzetlərə verməyən, tez tələsi kitab eləməyən Leyla Mustafayeva sözün həqiqi mənasında şairədir. İnanmağın isə bir yolu var. Buyurun, baxın, Qəşəm Sabəyli yazıçı. Qayıt. Qayıt dəniz. Uçub getdin əllərimdən. Toxunmağa qıymadım heç. Səni fələk aldı məndən. Mavi Xəzər sahilində hey dolaşdım, çırpındım. Sən bənzədin dənizə, mən sənə sığındım. Dalğanda yox, gözlərində itib batdım. Yoxluğunu şərab bilib içdiyim o suya qatdım. Dəniz, hardan tapım, necə tapım? Xəyalınla yaşayıram. Yaşamıram, mən ölürəm asta-asta, aram-aram. Həyat mənə acımadı. Xoşbəxtliyi qıymadı. Və keçirik sizin nəsrinizə. Xüsusən ikinci valsa. Orada mən obrazlar qalereyasını gördüm. Dəniz obrazı, Murad obrazı. Bu obrazları həyatdan götürmüşsünüz, eləmi? Bunları bilirsiniz necədir? Aha. Mən bu ümumiyyətlə 44 günlük müharibə oldu və biz müharibəni cəbhədə olmasaq da qəlbimizdə daşıdıq. Çünki müharibə tək cəbhədə deyil, insanların qəlbində də çox dərin, çox silinməyən yaralar baxır, izlər baxır ki, hansı ki o sağalmır, üzləri qopsaqlanır, hər dəqiqə o qopsaq aralanır və biz Allah göstərməsin, ailəmdə şəhid olmasa da mən şəhid anası keçirdən hissləri keçirdik yazırdım. Çünki ümumiyyətlə ana dünyanın hər yerində anadır. Fərqi yoxdur, onun evladı cəbhədədir, cəbhədə deyil,
analıq hissini, analıq obrazını yaşayırsansa, hər qarşında olan Cəbhədəkinin dərdini də öz dərdini balan kimi sən daşıyırsan. daşıya bilirsən də. Yəni bu çünki anasının analıq duyğunu Allah sənə elə verib ki, bunu heç bir qüvvət səndən çəkib dartıb çıxada bilməz. Mən bunu o haqqda da yazacağam. Ümumiyyətlə Qarabağ 44 gün müharibədə də ona da bir roman yazmaq istəyirəm. Çox böyük arzum. İndi ikinci valsa qayıdaq, aha. Bu ikinci valsı da Böyük Vətən müharibəsində, o müharibə dövründə, müharibə illərində ayrı düşən insanların, bir-birindən ayrı düşən insanların talihlərini araşdırarkən mən sevginin zaman və məsafələrin sınağından necə çıxdığına oxumuşam orada. Yəni orada iki gəncin ayrı düşməyi və bu illəri necə başladı? Muradla Dənizi. Muradla Dənizi. Çox böyük, geniş orada şey vermişim və bu romanı yazanda mən ilk gündən axıra qədər vals sədalar altında yazdım və elə səhnələr, elə yerlər var ki, mən orada hönkürüb ağlayırdım, yaza bilmirdim. Gedirdim biraz özümə gəldim və davam edirdim, onun ardını davam edirdim. Burada müharibə bu düşməndir. Müharibə ayırdı onları. Elə oldu ki, Dəniz ayrıldılar, getdilər, evləri ehtiyac üzrə satıldı və içəri şəhərdə Bakılı bir ailədən yazmışlar. Bəli. Murad utancaq, amma Dəniz burada çox Çevik, fəal. çox belə enerjisi bol olan bir qızdır, amma çox sədaqətli, çox sadiq. O qədər sevgisinə sədaqətlidir ki, hər ikisi. Yəni burada Murad kontuziya alır müharibədə, müharibəyə aparırlar ona. Muradın yaddaşı gedir, amma yaddaşı gedən müddətdə o ailə qurur və bir qız onu o qədər çox sevir xəyalə. Onu o qədər çox sevir ki, intihara belə cəhd göstərir və Murad onunla evlənir. Ailəsinə kömək edən kişinin qızıdır və o kişinin orada kənddə vəzifəsi olur. İndi bunu oxuyan biləcək, oxucular ən yaxşı bunu bilərlər. Çox da gözəl qarşılandı bu kitabın. Bir Qazi rəy yazdı ki, mənə o rəy qalib, onu paylaşmışam öz səhifəmdə. Qazi yazdı ki, ilk dəfə idi ki, mən bu müharibə əsərini oxuyub elə ağladım. Yəni orada çox gözəl yerlər oxuyum. Çox sərbəst dili və üslubu var romanın, hə. Və nə qədər Dəniz sonra Rusiyada olurlar. Rusiyadan qayıdıb gəlsə də, atası da onun çox faciəli şəkildə ölür. Qayıdıb gəlsə də, axtarsa da heç cür tapa bilmir. Çünki Murad artıq şəhərdə yaşamadığı üçün, rayonların birində yaşadığı üçün, heç cür tapa bilmədiyi üçün o da anasının xəstəliyi ilə əlaqədar ailə qurur və ailəsi anasına dəstək olan bir ailəyə məcbur, içində sevgisi yoxdur, mərhəmət hissindən evlənir və illər keçir onun həyat yoldaşını itirir və oğluna Murad adını verir, öz oğluna. Və onlar illər sonra oğlu böyüyür, şəhərə gəlirlər. Murad da artıq şəhərdədir və bir yer açır. Təsadüfən Dəniz oğlu Muradla və oğlunun sevdiyi qızla o yerə, məkana gəlir. Bir Murad gir, Murad baxır, çevrilib baxır ki, Murad saçı ağarır. Artıq bunlar müəyyən bir yaş. Təbii, yaş öz sözün deyib, hə. Və orada görüşürlər, o görüş səhnəsi çox belə ağladan bir səhnədir. Onun da oxuyunda çox çalarlar var və Murad deyir ki, sən sədaqətli çıxdın, vəfalı çıxdın. Sən oğluma mənim adımı qoydun, amma mən qızıma sənin adını qoya bilmirəm. İkinci valsi niyə qoydum? Çünki o rəqs edirdi. Rəqqasa ol, Gözəl oxuyub, musiqi təhsili olub, anası musiqi müəllimi də. O paltar itir. O gedir, o Muradla olduğu rayonda paltar onun rəqs ayına hazırda vals paltarı itir və müharibənin başladığı gün onlar qaçırlar. O paltar gecə qaranlıqda düşür, səhər tezdən qaranlıqda. O paltarı Murad tapır və qoruyub saxlayırdı. O paltarı o qədər axtarırlar, tapa bilmirlər və oradan çıxıb gəlirlər, başlarına faciələr gəlir, neyinir. O paltarı Murad illərlə qoruyub saxlayır, öz iş otağında saxlayır və onlar romanını da o cür tutarır ki, onlar uşaq vaxtı, cavan vaxtı, gənc vaxtı o dəniz qırağında o səhnəni təkrar edirlər. Murad çox utancaq olur. Amma axırda artıq saçlar ağarıb. Muradla o rastlaşan zaman, yəni Dəniz dəhşətə gəlir. Yəni oğluna deyə bilmir ki, bu mənim
heç vaxt deyə bilmir. Həmişə Dəniz, mən orada da toxunmuşam ki, o vaxtı hər şey hisslərimi övladlar aça bilmirdi. Pərdə var idi valideynlər arasında. İndi yoxdur pərdə. Çox yaxşı idi o pərdə, ləyaqət pərdəsi idi, O heç əlbəttə. vaxt bildirmir ki, mənim sevdiyim olur. Və oğlan bəlkə də anasından inciyərdi ki, bəs sən sevdiyin oğlan adını mənə niyə qoymusan? Mən o dərəcə, o həmən o hissəni fikirləşirdim ki, yox, qoy bilməsin, qoy bu da gizlin qalsın. Və mənə oxucular yazdı ki, bəlkə bunlar birləşdi. Dənizin həyat yoldaşı ölüb, faciəli şəkildə qəzada ölüb. İndi bunlar birləşsin bu sevgiyə, dedim yox. O sevgini mən qoruyub, billur bir qabın içində saxladım ki, o qədər təmiz qalsın ki, ona heç kəs toxunmasın. O sevgi başqadır. Yəni o ikisinin sevgisidir. Yəni evlənsə onun axı Murad evlidir, sevməyərək evlənməyinə baxmayaraq ailəsini gözəl saxlayır və o heç vaxt evləndiyi qadına, uşağının anasına da xəyanət. Burada xəyanəti də uzaqlaşdırmışam ki. Eyvallah. Siz belə danışırsınız, təbii tamaşaçı kövrələcək buna. Çünki həm hadisə faciəlidir. Təbiidir ki, indi bunu oxuyanlar bilir, dil çox yumşaqdır burada. İkinci Vals romanında çox yumşaqdır. Təbii bu dildən, yazıçının dilindən asıldı, qələmindən asıldı. Bir də o deyirsiniz ki, ikinci Valsda qulaq asmışam onu yaza. Valsda musiqi də ruhun dilidir təbii. Hamısı sənətdir də. Biri söz şəklində gəlir, biri musiqi şəklində gəlir. Hamısı yaradıcılıqdır. O Seyran Səxavət və gözəl yazıçımız, şairimiz onun bir yaxşı sözü var, deyir, cəmsi bir janrı var. O boş şeydir ki, biri nəsrdir, biri şeirdir, biri dramaturgiyadır, biri nə bilim nədir. Bir janrdır hamısı. İndi bu fikrini elə verə bilir. Bu elə yazır. Ancaq bax, yolda da yaradıcılıqdır da bu. Elə gərək adını bölək bu şeirə, povestə, nə bilim mən, dramaturgiya. Bu mənada, hə. Çox gözəl oldu. Sizin təxminən kitabın, romanın məğzini açıb danışdınız və növbəti yaradıcılıqlarınız. O dediniz ki, arxivim zəngindir, doludur. Nə qədər romanım var, nə qədər şeirim var. Açığı o məndə xeyli qübdə yaratdı ki, dediniz 700 şeirim var, elə mi? Onu nə yaxşı səbr edib çatdırıb saya bilmirsiniz, hə? Məndə bilirsiniz nədir? Məndə çox qəribə bir şeydir. Mən özüm rəssam deyiləm, amma rəsmlərim var. Otururam, rəsm çəkirəm. Rəsm çəkə-çəkə çəkdiyim rəsmə aid məndə sözləri var. Və öz Instagram səhifəmdə də paylaşmışam. Hər rəsmi mən canlandırmışam. Misralarla canlandırmışam, sözlərlə canlandırmışam. Və mənim sözlərimə 2 dənə də mahnı var. Mətanət İskəndərlinin mahnısı var. Gəl qayıdaq o illərə. Mən onu, o şeiri necə yarandı məndə? Oturdum televizora baxanda bizim çox gənc və gözəl bəstəkarımız var. Tərlan Məmməd Hüseyin. Bəlkə də eşitmişsiniz, Yelləncək musiqidir. Qoyursan bir musiqi doyunca qulaq asırsan, doyursan. Bu musiqidən doymaq mümkün deyil. O Yelləncəyə baxdım və orada klipində Həmidə Ömərova var, bir aktyorumuz. Gənc illərin, sonra yaşlanan sonra o illəri, o klip canlandı. Mən o klipə baxdım və o musiqinin sədaları altında yazdım o şeiri. Oturdum yazdım, telefona yazıram. Mən ən çox telefonda baxıram, yazdım onu. Gəl qayıdaq o illərə, o məhz o Yelləncək mahnısının musiqisinin sədaları altında yarandı. Sonra Gülyana xanımın ifasında da indiki şeir kitabım dərc olunacaq Allah qoysa. O şeir kitabının adı Yaman Kövrəyəm. O mahnının adı ilə olacaq. Çox gözəl oxudu. Ruslan Səfəroğlu bəstələdi, bəstəkar. Gülyana xanım da çox gözəl oxudu bu mahnını. Qaytara bilərsən keçən ömrümü, azalda bilərsən mənim zülmümü. Toxunma, qanatma yaralarımı, itirdim ömürlük sevən yarımı.
yanımdan utanır geçer. Mənə gülüm demə, artıq solmuşam. Qurumuş gülləri de görüm kim seçər. Mən elə kövrəyəm, elə dolmuşam. Bulutda yanımdan utanır keçər. Mənə gülüm demə, artıq solmuşam. Qurumuş gülləri de görüm kim seçər. Mən elə kövrək, elə dolmuşam. Bulutda yanımdan utanar keçər. Mənə gülüm demə, artıq solmuşam. Qurumuş gülləri de görüm kim seçər.